Salam, gəlin texnologiya dünyasını kökündən dəyişən bir adamdan danışaq. Bugün biz Steve Jobs'un həyatına baş vururuq, amma bunu Walter Isaacson'ın qələmə aldığı məşhur bioqrafiya əsasında edəcəyik. Bu kitabın özəlliyi odur ki, Isaacson birbaşa Jobs'un özü ilə 40-dan çox müsahibə aparıb. Yəni, bu hekayə birbaşa mənbədən gəlir. Bax, bu sitat əslində Jobs'un bütün fəlsəfəsini, onun kimliyini bir cümlədə cəmləyir. Dünyanı dəyişə biləcəyinə inanmaq üçün biraz dəli olmaq lazımdır. Və bizim bugünkü təhlilimiz də məhz bu üsyankar, qaydaları pozan ruh haqqındadır. Bu ruhu Apple öz məşhur reklam kampaniyasında necə də gözəl ifadə edib, deyilmi? Yaxşı, gəlin lap əvvələ qaydaq. Hər şey necə başladı? Apple kimi bir nəhəngin təməli harda qoyuldu? Cavab biraz qəribə səslənə bilər. Hər şey bir neçə zarafat və elektronikaya olan dərin bir maraqdan başladı. Məhz bu ortaq nöqtə gələcəkdə bütün dünyanı dəyişəcək bir tərəfdaşlığın əsasını qoydu. Və bu hekayənin mərkəzində iki Steve var idi. Bir-birindən tamamilə fərqli iki insan. Bir tərəfdə Steve Wozniak, əsl mühəndislik dahisi. O, inanılmaz sxemlər, lövhələr yaradırdı. Digər tərəfdə isə Steve Jobs. O, mühəndis değildi, amma Wozniak'ın yaratdığı o möhtəşəm texnologiyanı necə qablaşdırmaq, necə satmaq, onu insanlar üçün arzu olunan bir şeyə çevirmək lazım olduğunu instinktiv olaraq bilirdi. Onların ilk biznesi, təsəvvür edin ki, kompüter değildi. Tamamilə qeyri-qanuni bir şey idi. Mavi qutu adlanan bu cihazla telefon şəbəkələrini aldadıb pulsuz uzaq məsafəli zənglər etmək olurdu. Baxın, dinamika elə burada formalaşdı. Wozniak o qutunu texniki olaraq necə düzəltməyi tapdı, Jobs isə dərhal başa düşdü ki, biz bunu sata bilərik. Bu kiçik, üsyankar layihə əslində gələcək Apple'ın dinetisini formalaşdırdı, Wozniak yaradır, Jobs isə satır. Yaxşı, indi gəldik texnologiya tarixinin bəlkə də ən məşhur və ən mübahisəli anlarından birinə. Bu, Apple'ın, daha doğrusu Steve Jobs'un sözün əsl mənasında gələcəyi gördüyü andı. Bu hadisə hər şeyi dəyişəcəkdi. Deməli, hadisə 1979-cu ildə Xerox'un tədqiqat mərkəzində, yəni parkda baş verir. Təsəvvür edin, oradakı mühəndislər artıq gələcəyi icad ediblər. Bugünkü kompüterlərdə gördüyümüz hər şey, iş masası, qovluqlar, pəncərələr, siçan, bütün bu qrafik interfeys artıq mövcud idi. Amma bir problem var idi. Xerox'un öz rəhbərliyi bunun nə qədər böyük bir şey olduğunu dərk etmirdi. Amma Steve Jobs bunu görən kimi dərhal anladı. Bu, inqilab idi. O bunu özündə saxlamadı. Hətta deyilir ki, qışqırıb, siz bir qızıl mədəninin üstündə oturmusunuz və heç nə etmirsiniz. Necə oldu ki, Jobs bunu gördü? Apple, Xerox'a öz səhmlərindən bir hissə təklif etdi və bunun qarşılığında o laboratoriyaya ekskursiya hüququ qazandı. Bəlkə də texnologiya tarixinin ən gəlirli ekskursiyası idi bu. İndi gələk Apple oğurladı məsələsinə. Bu əslində tam da belə deyil. Apple sadəcə kopyalamadı, onlar bunu daha yaxşı etdilər. Məsələn, Xerox'un siçanı 3 düyməli idi və $300 başa gəlirdi. Çox mürəkkəb idi. Apple isə cəmi $15 başa gələn tək düyməli, intuitiv bir siçan yaratdı. Xerox'da pəncərələri sürüşdürmək olmurdu. Apple isə bunu reallığa çevirdi. Faylı açmaq üçün 2 dəfə klikləmək, açılan menyular, bütün bu sadə amma dahi toxunuşları Apple əlavə etdi. Yəni, onlar xam bir konsepsiyanı götürüb, onu hər kəsin istifadə edə biləcəyi bir məhsula çevirdilər. Və bu hadisə Jobs'un sevimli bir sözünü, Picasso'nun statını mükəmməl şəkildə izah edir. Onun üçün məsələ hər şeyi sıfırdan icad etmək deyildi. Məsələ mövcud olan ən yaxşı ideyaları tapıb, onları götürüb, birləşdirib, tamamilə yeni, daha üstün bir şey yaratmaydı. Ancaq uğur özü ilə birlikdə problemləri də gətirir. Macintosh'un təqdimatı ilə Apple'da daxili gərginlik pik həddə çatdı və bu gərginlik elə bir güc mübarizəsinə çevrildi ki, sonda Steve Jobs öz yaratdığı şirkətdən, öz cənnətindən qovuldu. Hər şey Jobs'un özünün Pepsi'dən Apple'a getirdiyi CEO, Conscali ilə başladı. Jobs onu ömrünün sonuna qədər şəkərli su satmaq istəyirsən, yoxsa dünyanı dəyişmək sualı ilə razı salmışdı. Amma zamanla bu iki güclü şəxsiyyət toqquşdu, gərginlik o yerə çatdı ki, idarə heyəti seçim etməli oldu və onlar Scalini seçdilər. Jobs bütün vəzifələrindən ucaqlaşdırıldı və sonda özü də dərin bir xəyal qırıqlığı ilə şirkətdən istefa verdi. Apple'dan sonraki illər Jobs üçün səhra illər adlansa da, bu heç də boşuna keçmədi. Bu bir növ sınaq dövrü idi.
O, Next adlı yeni bir kompüter şirkəti qurdu. Orada mükəmməlliyə o qədər aludə olmuşdu ki, məhsul hazır olmamış logoya $100.000 xərcləmişdi. Next kompüterləri çox bahalı idi və kommersiya cəhətdən uğursuz oldu. Amma onun əməliyyat sistemi NextApp öz dövrünü illərlə qabaqlayırdı və bu gələcəkdə çox vacib rol oynayacaqdı. Həmçinin bu dövrdə Jobs, George Lucas'tan kiçik bir qrafika departamentini aldı və onu Pixar'a çevirdi. Bəli, həmin o məşhur Pixar. O burada texnologiya ilə sənətin, hekayə danışmağın gücünü birləşdirdi. İndi isə zamanı biraz irəli çəkək, 90-cı illərin ortalarına. Vəziyyət necə idi? Jobs olmadan Apple, bir vaxtlar inqilab etmiş o şirkət, artıq can çəkişirdi. Məhsulları maraqsız idi, heç kim almırdı və şirkət iflasın bir addımlığındaydı. Və taleyin ironiyasına baxın ki, Apple-a təcili olaraq yeni, müasir bir əməliyyat sistemi lazım idi. Axtardılar və ən yaxşı variantı harda tapdılar? Bəli, Steve Jobs'un Next şirkətində. Beləliklə, 1996-cı ildə Apple Next'i $429 milyon aldı. Bu sövdələşmə ilə Steve Jobs da öz qurduğu şirkətə əvvəlcə sadəcə bir məsləhətçi kimi geri döndü. Amma onun məsləhətçi statusu çox çəkmədi. Jobs çox tez bir zamanda idarəni ələ keçirdi və müvəqqəti CEO oldu. Və qaydan kimi ilk işi nə oldu? İşçiləri toplayıb onlara acı həqiqəti demək. Onun diaqnozu çox sərt, amma bir o qədər də dəqiq idi. Məhsullarınız iyrəncdir. Onlarda heç bir cazibə qalmayıb. Və o, şirkətdə gizli bir xəzinə tapdı. Bu, gənc bir Britaniyalı dizayner Johnny Ive idi. Jobs Ive'ın simasında özünün dizayn sahəsindəki əksini, bir ruh yoldaşını tapdı. Bu ikili bir araya gəldikdən sonra hər şey dəyişdi. Onlar dizaynı yenidən Apple'ın ürəyinə, fəlsəfəsinin mərkəzinə qaytardılar. Və bu tərəfdaşlığın nəticələri sadəcə inanılmaz oldu. Sonraki 10 il ərzində dünya texnologiya tarixinin ən böyük sıçrayışlarından birini gördü. Hər şey 1998-ci ildə Apple-ı iflasdan xilas edən rəngarəng iMac ilə başladı. Sonra 2001-də bütün musiqi sənayesini dəyişən iPod gəldi. 2007-də isə iPhone, telefon anlayışını yenidən yaradan, mobil internet dövrünü başladan o cihaz. Və nəhayət 2010-da tamamilə yeni bir kateqoriya yaradan iPad. Bu sadəcə yeni məhsullar buraxmaq deyildi. Bu, bir-birinin ardınca bütün sənayeləri alt-üst etmək idi. Yaxşı, sual yaranır, sir nədə idi? Bu, heyrətamiz geri dönüşün, bu ikinci pərdənin arxasındakı əsas ideya, əsas fəlsəfə nə idi? Jobs'un özü bu suala cavab verib. O, öz qəhrəmanlarından biri olan Polaroid'in qurucusu Edwin Landley xatırlayaraq deyirdi ki, əsl möcüzə texnologiya ilə humanitar elmlərin, yəni sənətin, dizaynın, musiqinin kəsişməsində baş verir. Jobs üçün ən yaxşı məhsullar sadəcə sürətli çiplərdən və mürəkkəb kodlardan ibarət deyildi. Onlar qabaqcıl texnologiya ilə gözəl sənətin incə zövqün birləşməsindən yaranırdı. Və bu fəlsəfə hər şeydə özünü göstərirdi. Məsələn, fokus. O, geri dönəndə Apple-ın onlarla məhsulunu ləğv etdi və şirkəti cəmi bir neçə əsas məhsula fokusladı. Sadəlik. Onun üçün sadəlik ən ali mürəkkəblikdir. O, tələb edirdi ki, hər bir funksiya maksimum 3 kliklə əlçatan olsun. Və əlbəttə, tam nəzarət. O inanırdı ki, ən yaxşı təcrübə üçün həm cihazı, həm də proqram təminatını eyni şirkət yaratmalıdır. Bu yanaşma məhsulun özündən tutmuş, onun qablaşdırılmasına, hətta Apple mağazalarının memarlığına qədər hər bir detala tətbiq olunurdu. Beləliklə, Steve Jobs kim idi? Dahi, yoxsa zalım? Bu sualın bir mənalı cavabı yoxdur. Bəli, o çox çətin, tələbkar bir insan kimi tanınırdı. Amma digər tərəfdən, onun mükəmməlliyə olan bu amansız həvəsi olmasaydı, bəlkə də bugün həyatımızın ayrılmaz hissəsi olan o məhsullar heç vaxt yaranmazdı. Onun hekayəsi bizə nəyi göstərir? O göstərir ki, bir insanın vizyonu, inatkarlığı və qaydalara meydan oxumaq cəsarəti olanda dünyanı dəyişmək həqiqətən də mümkündür və bu, fərqli düşünmək fəlsəfəsinin ən böyük mirasıdır.